TikTok sosial şəbəkəsi bağlandıqdan sonra TikTokerlər indi nə edirlər demişkən, zamanın məşhur TikTokeri Xəyyamı tulka yığarkən gördük. Salam, mənim adım Xəyyamdır. Vaxtilə Gəncəbasarın bir nömrəli fenomeni idim. TikTok bağlandıqdan sonra bir il yığdıqlarımı yedim. Artıq yeməyə heç nəyim yoxdur. Tulka yığıram. Zamanında getdiyim restoranlar məndən pul almırdı. İndi restoranın qabağına qoymurlar. Telefonum zəngdən dayanmırdı. İndi isə telefonum yoxdur heç, satmışam. Canlı yayım açırdım. Milləti qaza gətirib jeton atdırırdım. Bu da hamısı pul edirdi. Bəzən də mənə dəstək olan oğlanlara qız düzəldib, rozalıq edirdim. Kart paylaşıb, acınacaqlı danışıb, pul yığırdım. İndi heç nə də bilmirəm. Gözləyirəm. Nə vaxtsa TikTok kimi bir proqram açılacaq və mən yenə öz işimə geri qayıdacağam.